Birinci sualda yazılıb ki, diaqonalı 4,3 sm olan kubun həcmini tapın. Kubun tərəflə diaqonal arasında əlaqə yazırıq. Diaqonalla və tərəf arasında əlaqə bu cürdür. D bərabərdir A kök altında 3. Deməli, diaqonal 4,3 isə bərabərdir A kök altında 3. Kökdə 3'lər gedir, A qalır 4. Kubun həcm düsturu V bərabərdir A-nın kubuna. Bu da bərabərdir 4'ün kubu. 4'ün də kubu eləyir 64. B variantı. İkinci sualda 2'də 1 y bərabərdir 2'də 1 üstü x minus 4 funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir? Absis oxunu kəsirsə bunun nəyi sıfırdır? Y sıfırdır. Y sıfır olan nöqtələri cavablardan olmayan cavabları çıxırıq. Qalır A ilə D. Və Y-in yerinə 0 yazıram. 0 bərabərdir 2'də 1 üstündə x minus 4. 4'ü sol tərəfə keçirsək olur 4 bərabərdir. 2'də 1 mən bu cür yazıram. 2 üstü mənfi x kimi. 4'ü də yazıram 2 üstü 2 kimi. Bərabərdir 2 üstü mənfi x. X-in qiyməti də oldu mənfi 2. Deməli x mənfi 2. Y nədir? 0'dır. Cavab oldu D variantı. Sonra digər sual. Üçüncü sualda deyir, şəklə əsasən AD-nin uzunluğunu tapın. Hə. AD-nin uzunluğunu tapmaq üçün, AD-nin uzunluğunu tapmaq üçün bu çevrədir. Bu çevrənin uzunluğunu, yəni bu hissəsini, daha doğrusu AD-nin uzunluğunu istəyirsə, düsturumuz budur. AB-nin kvadratı bərabərdir. Çöldə qalan hissə AC vurulsun bütöv hissə AD. AB-nin qiyməti 8, 8-in kvadratı bərabərdir. AC nə qədərdir? X-dir. Vurulsun bütöv hissədə 12 plus X-dir. Deməli, 64 bərabərdir. X vurulsun 12 plus X. X-in də qiyməti 4'dür. Bu ifadənin AC oldu 4. AD-ni istəmir. Cavab oldu 16. Sonra dördüncü sualda 3 üstü x kvadrat çıxı 2x bərabər 27 tənin kiçik kökünü tapın. Burada 3 üstündə x kvadrat minus 2x 27 necə yazaram? 3 üstü 3. Və bu ifadə əsaslar yenicə qüvvətlər bir-birinə bərabər olacaq. Olur x kvadrat çıx 2x bərabər nəyə? 3'ə. Buradan sol tərəfə keçirsəm x kvadrat minus 2x minus 3 bərabərdir 0'a. Buradan diskriminant bərabərdir. Diskriminant nəyə bərabərdir? Diskriminant bərabərdir. 4 üstə gəlsin 12 bərabərdir 16'ya. X1 tapanda 2 üstə gəlsin 16'dan kök 4 bölünsün 2. Bir kökü eləyir 3. Digər kökü eləyirsə 2 çıxılsın 4 bölünsün 2. Digər kökü də oldu mənfi 1. Yəni köklər oldu mənfi 1-dən 3. Kiçik kökü də oldu mənfi 1. Sonra digər suala keçsək. Buradan silək. 5-ci sualda yazılıb ki, mənfi 1, Z1 bərabər mənfi 1 plus 2, Z2 bərabərdir 1 plus i böl 1 minus i olarsa, Z bərabərdir 2, Z1 çıx 7, Z2 üstə eqal 6 kompleks ədədin modunu tapın. Burada Z1-in qiyməti nədir? Bu ifadədir. Z2-ni tapaq, qoşmasına vuraq. 1 minus i-nin qoşması 1 plus i-dir. Düzdür? Yəni Z2-miz olacaq bizdə bu cür. Z2 bərabərdir. 1 plus i-ni 1 plus i-yə vuranda olur 1 üstə gəlsin 2i üstə gəlsin i-nin kvadratı. Bölünsün 1 minus i-nin kvadratı. I kvadratın qiyməti mənfi 1'lər ixtisar gedir. Yerdə qalır 2i. Mənfi 1-lə bu i kvadratın qiyməti mənfi 1'dir. Mənfi ilə toqquşanda edir 2. İxtisarlar gedir. Cavab oldu i. Yəni Z2-nin qiyməti nə oldu? I oldu. Z1-in qiyməti nə idi? Mənfi. Gətirib yazıram burada. Z bərabərdir. Burada yazıram yerinə. 2 vurulsun. Z1-in yerinə mənfi 1 plus 2 olacaq. Yəni mənfi 1 üstə gəl
2i çıxılsın 7 z-kimi də yerinə yazıram, i yazıram. 7i plus 6-ya. Buradan z bərabərdir. Vurub atsa -2 üstə gəl 4i çıxılsın 7i plus 6-ya. Buradan z bərabərdir. -2 isə 6 eləyir 4. 4-dən 7 çıxanda qalır 3i. İndi bunun modulunu tapanda modulda z bərabərdir. Kök altı a kvadratı plus b kvadratıdır. 4-ün kvadratı 16, -3-ün kvadratı 9. Cavabımız olur 5. Sonra 6-cı sualda. 6-cı sualda nə yazılıb? Deməli, 6-cı sualda yazılıb ki, düzbucaqlı trapesiyanın kiçik yan tərəfi 4, oturacaqlar fərqi 3-dür. Böyük diaqonalı kökdə 41, böyük yan tərəfi isə 5-dir. Trapesiyanın perimetrini tapın. Deməli, burada bir trapesiya çəkməliyik, düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiyada deyir kiçik yan tərəf. Kiçik yan tərəfi bunun düzbucağı olanda 4-dür. Oturacaqlar fərqi buna A deyək, buna da B deyək. Yəni A çıxılsın B-nin qiyməti nədir? 3-dür. Böyük diaqonal. Bunun böyük diaqonalı, baxın. Böyük diaqonal kökdə 41-dir. Böyük diaqonalı kökdə 41. Böyük yan tərəfi 5-dir. Bax, burada 5-dir. Sonra trapesiyanın perimetrini istəyir. 4 kökdə 41 A-nı tapa bilərik. Düzdür? Onlar A-nın düzbucaqlı üstbucaqdır. Burada bir düzbucaqlı üstbucaqdır. Pifaqor teoremini tətbiq edirəm. A-nın kvadratı plus 4-ün kvadratı bərabər kökdə 41-in kvadratı, yəni 41. Buradan A kvadratı 4-ün kvadratı nə eləyir? 16. 41-dən 16 çıxıram 25. A olur 5. Buranı tapdım 5, düzdür? Buranı tapmışamsa 5. B neçə olacaq? Bir dəqiqə, bir dəqiqə. Bunun böyük diaqonalı A 5-dirsə, B ümumi bizdən deyirdi ki, oturacaqlar fərqi 3-dür. Deməli, A neçə olur? B neçə olur? Burada bir nə səhv var? Burada B-dən A-nı çıxmalıyam. Ona görə bir dəqiqə burada, burada da bir səhv. B minus A 3-dür. Böyükdən kiçik çıxıram. Böyük oturacaqlar. Mən buradan kiçikdən böyük çıxmışdım. Böyükdən kiçik çıxıb 3 alıb. A 5-dir. A 5-dirsə B neçə olur? 8 olmur. B-ni tapdım 8. İndi səndən nə istəyir? Perimetrini istəyir. Toplayaq da. 4 plus 5 plus 5 plus 8. 4, 9, 5, 14, 8, 22. Perimetr nə oldu? 22. Sonra 7-ci sualda nə yazılıb? 2x bərabərdir 7, 5y, 3x bərabərdir 7z olarsa, x plus z bölünsün z minus y ifadəsinin qiymətini tapın. Biz burada ilk növbədə y-i tapa bilərik. Düzdür, hər tərəfi nəyə bölə bilərəm mən bunu? Hər tərəfini bölə bilərəm 2-yə. Yəni x-in, y-in nə olar sənin burada? Mən y-i tapanda 2-ni 5-ə bölürəm 0,4x düzdür. Y-i tapdım. Hamısını gətirirəm x-a. Yəni burada eyni bir dəyişən olmalıdır. Buradan z-i tapsam, bu ifadədən z-i tapsam, z nəyə bərabər olacaq? 7-də 3x düzdür. Gətirib yazıram yerinə. Bu ifadədə yazıram yerinə. Olur. X-in qiyməti yoxdur. Yəni x-in yerinə x yazıram. Z-in yerinə 7-də 3 x yazıram. Bölünsün. Deməli, z-in yerinə nə yazırdım? 7-də 3x y-in qiyməti nə idi? 0,4x-a. Və bunu hesablayanda x isə 7-də 3x gələndə neçə eləyir? 7-də 10x düzdür? Yəni 0,7x. Və yaxud da 10-da 7 də yaza bilərəm. Fərqi yoxdur bunun. Belə 10-da 7 yazaq. Kəsirlə. Bölünsün. 7-də 3x deyir, çıx 0,4. Yəni 7-də 3-dən mən çıxmalıyam qıraqda gəlin çıxar.
0 onadır 5'də 2-də. Bunu 5'ə vururam. Bunu 7'yə vururam. 15, 14 eləyir. 35'də 1. Yəni bunları çıxanda nə oldu cavabımız? 35'də 1 bu ifadənin yerinə yazıram. Sonra bu ifadəni, yəni yuxarıdakı bölürəm nəyə? Yəni 7-də 10x-i bölürəm 35'də 1-ə. Gəlin bölək. Deməli, bərabərdir, bərabərdir. 7-də 10x bölünsün 35'də 1x-ə. Bu da tərsəsinə çevrilir. 7-də 10x vurulsun 35 çıxacaq yuxarı. X düşür aşağı. Bunlar ixtisar gedir. 7 ilə 35 5 gedir. 5'i 10'a vur 50 düzgün cavabdır. Sonra 8. 8-ci sualda 2 kosinüs pi böl 2 çıx x bərabər kökdə 3 tənliyini həll eləmək lazımdır. Bu tənliyi həll eləmək üçün biz ilk növbədə bilməliyik ki, hansı bucaqlarda ad dəyişilir. 90-da bir də 270-də bucağın adı dəyişilir. Sinusdursa kosinüs, kosinüsdürsə sinus, tangesdirsə kotanges, kotangesdirsə tangens olur. Yəni bucağın adı nə olur? 90-da 270-də dəyişir. 180 360-da olduğu kimi qalır. Dəyişmir. Ona görə 2 kosinüs pi bölü 2 çıx x-də olacaq 2 kosinüs dəyişini olur sinus x bərabərdir kök altında 3. Deməli, buradan sinus x-i tapsam, sinus x bərabərdir. Deməli, kök altında 3 bölünsün 2-dir. Buradan kökdə 3 bölü 2 harada alır? Sinus mənfi 1 üstü k alır 30, 60 dərəcədə pi bölü 3-də. Üstə gəlsin pi k. Mənfi 1 üstü k vurulsun pi bölü üstə gəl pi k d variantı. Sonra 9-cu sualda AN ədədi silsilədə A4, A5, A6-ın cəmi 27 olarsa A5-i tapın. A4-ün yerinə açılışı necədir? A1 plus 3D. A5-in açılışı nədir? A1 plus 4D. A6-nın açılışı A1 plus 5D. Bərabər nəyə? 27-yə. A1, 2A1, 3A1. Düzdür? Yazıram 3A1 üstə gəl. 3D, 4D, 7D, bu da 5D, 12-dir. Bərabərdir 27-yə. Hər tərəfini 3-ə böl. A1 plus 4D bərabərdir 9-a. A1 plus 4D elə A5-in açılışıdır, düzdür? Bu da 9-a bərabərdir. Y variantı. Sonra 10-cu sual. 3 LC 5 üstə gəl 2-də 1 LC 64 ifadəsinin qiymətini tapın. Tapaq da. Deməli, necə tapacağıq bunu? 3 LC 5. LC 3 LC 5 nə deməkdir? Bu 3 keçir bunun üzərinə. Olur LC 5-in kubu. Üstə gəl. LC 2-də 1 də bunun üzərinə keçəndə olur kök altında 64. Düzdür? Bərabərdir. Olur LC 5-in kubu nə olur? 125. 64-dən də kök olur 8. Biz də bilirik ki, loqaritmada LC-lər də toplayanda vururam. 125 8-ə vuranda 1000 eləyir. Bərabərdir. Mən 1000-i necə yaza bilərəm? 10 üstü 3 yazmaq olar. O da olar 3 LC 10. LC 10 da qiyməti 1-dir. 3-ü 1-ə vurdun. 3 düzgün cavab oldu 3. Sonra 11-ci sual. Loqaritma 3 əsasdan 5-də 9. Üstə gəl loqaritm 3 əsasdan 5 ifadəsinin qiymətini tapın. Deməli, bunu necə tapacağıq? Toplayanda yenə nə olacaq? Vurulacaq. Olacaq loqaritm 3 əsasdan 5-də 9-u vururam 5-ə nə eləyir? 9 eləyir, düzdür? Bu da necə yazaram? Loqaritm 3 əsasdan 9 yazıram 3 üstü 2 kimi. 2 keçir əvvələ olur 2 loqaritm 3 əsasdan 3 əsasdan 3 1-i verir. 2-ni də 1-ə vuranda 2 variantı. 12-ci sual. A üstə gəlib 1 bölü A bərabər 3 olduğunu bilərək A kvadrat üstə gəlib 1 bölü A kvadrat ifadəsinin qiyməti tapın. Bu köməkçi düsturdur. A kvadratı plus B kvadratının açılışı A plus B-nin mötərizə kvadratı çıx 2AB-dir. Yəni bunu bu cür yaza bilərəm də. A üstə gəlib 1 bölü A-nın mötərizə kvadratı
Deməli, vurub açanda olur a kvadratı üstəgəl 2 üstəgəl 1 bölü a kvadratı. Deməli, burada nəyi çıxmalıyam? Mən 2-ni çıxmalıyam ki, bu ifadə alınsın. Bərabərdir heç nəyə. 3-ün kvadratı nə verir bizdə? 3-ün kvadratı verir 9. 9-dan 2 çıxanda cavab oldu 7. Sonra 13-cü sualda 13-də yazacağım 16. 3 kökdə 3 üstə gəlib 4 kökdə 18 vur kökdə 2 ifadəsinin qiyməti tapın. 32-ni yazıram 16 vur 2 kimi. 18 yazıram 2 vur 9 kimi. Bərabərdir. 3 vurulsun 16-dan kök 4 kökdə 2. Üstə gəl 9-dan kök çıxır 3 12 kökdə 2. Vurulsun kökdə 2. 12 kökdə 2 12 kökdə 2 24 kökdə 2. Vurulsun kökdə 2-yə. 24-də 2 vuranda 48. 14-cü sual 1 tam 12-də 5 bölünsün. Mənfi 6-da 5 üstə gəl 3-də 2 ifadəsinin qiyməti tapın. Bu ifadənin qiyməti tapmaq üçün məxrəclərini bərabərləşdirirəm. 2-yə vururam. Olur 1 tam 12-də 5 bölünsün. Deməli, ortaq məxrəc nə olacaq? 6-dır bunlar üçün. Mənfi 5 2-yə vuranda mənfi 10. 2-ni də 2-yə vuranda eləyir 4. Düzdür? Bu da bərabər 1 tam 12-də 5 çevirəndə olur 12-də 17. Tərsəsinə bu olur nə? 6-da mənfi 6 düzdür? Bir dəqiqə deməli bunu nəyə vurduq? 2-yə vurduq. Oldu 4. Bu 10 hardan gəldi? 10 gəlmədi axı. Bir dəqiqə səhv oldu. Mənfi 5 plus 4 olur. Deməli orta məxrəc 4-dür. 6-da bunlar üçün deməli bunu 1-ə vurmalıyam. Bunu da 2-yə vurmalıyam. Deməli 12-də 17 bölünsün. Mənfi 6-da 1. Düzdür? Böləndə nə olur? Birinci olduğu kimi qalır. İkinci tərsəsini dəyişdir. Bərabərdir 12-də 17 vurulsun. Mənfi 6 çıxır yuxarı, 1 düşür aşağı. Xəsarələr gedir, qalır 2. 17-ni mənfi 1-ə vuranda mənfi 17, 2-yə böləndə mənfi 8,5 yebən. Sonra 15-ci sual. 15-ci sualda nə yazılıb? 3-cü dərəcədən 25 vurulsun. 3-cü dərəcədən 135 ifadəsinin qiymətini tapın. Deməli, bu ifadənin qiymətini tapmaq üçün dərəcələr eynidirsə bir kökün altına yaza bilərəm. Yazıram. Deməli, 3-cü dərəcədən 25 vurulsun 135. Bunu yazdıq. Sonra bərabərdir 3-cü dərəcədən 25-i necə yazıram? 5-in kvadratı kimi. 135-i necə yaza bilərəm? 27 vur 5 kimi. Yəni bu 27-ni də yazaq 3 üstü 3 kimi. 3 üstü 3 27-dir vur 5. Bərabərdir. 5 üstü 2 bu da 5. Yenə 3-cü dərəcədən. Demək 5 üstü 2-ni 5 üstü 1-ə vuranda 5 üstü 3 eləyir. Vurulsun 3 üstü 3. Və bu 3-lərlə bu 3-lər gedir qalacaq 15. Cavab oldu C bəndə.